hədiyyə, o elə bir yadında qalıb o. Hadi sevmişim. Mən Hə, deyirəm ki, mən bu Tural Abbaslıya deyirəm ki, səni qonaq burada zad çağırsa, arvadını götürüb getmə, sənin arvadını da qayıracaq Tural. Bu çox Ya, yaxınlıq eləyir oyuna. Çünki hə. baldızını qayıran, qardaşının cırığını qayıran, sənin də arvadını qayırar. Mən buna xəbərdarlıq eləyirəm, bir oğlu kimi getməsin. Çox yaxınlıq eləməsin. Nə olsun indi hər dəfə bu onun efirinə çıxanda mama müxalifətdir. Ona 300 manat, 500 manat pul verir. Arvadınla birdən qonaqlıq çağırar, deyər gəlin ailəlikcə bizə. Turala deyirəm ki, baldızını qayıran, qardaşının cırığını qayıran, sənin arvadına paşşad eləməz, arvadını da qayıracaq. Məndən xəbərdarlıq eləməkdir. Mama müxalifət Tural Abbasdır. Tural Abbaslıdan xoşum gəlir. Bunu da deyir işlədibdir. Bunu da Tural Sadıqlı deyir ki, iş başında Sevinç Telman qızı ilə də cükküzləşibdir. Yəni, bax da Tural, özün bilərsən, Tural Abbaslı, bax, bunu qayıran, baldızını qayıran, qardaşının cırığını qayıran sənin arvadına neynəyər? Məndən sənə deməkdir, xəbərdarlıqdır. Buyur. Tural niyə xoşum gəlir? Bəzi məmurlarla danışanda ölümünə gülməli şeylər danışır. Belə bizən, yəni düz deyir, o necə deyim ki düz olsun, bu uşağa simpatiyam var. Bu cavan uşaqdır, simpatiyam var ona. Çünki bizən Bakıda hər adam da danışa bilmir. Bunu danışdım, bu tərpəndi. Kukla yerindən tərpəndi. Tural, ehtiyatlı ol qurban sənə. Bu kukla hərdən birdən tərpənmir. Bunu Afrikadan getirmişəm. Yo, Turaldan xoşum gəlir. Danışır, qəşəng danışır. Rezultat yoxdur ya. Amma danışır da, xaçabı danışır. Bu birlər danışmırlar ki. Danışır deyəndə ki, biz pulsuz danışırıq. Dövlət büdcəsindən dövlət baba buna illik pul verir. İşçilərinin pulunu verir, ofis saxlayır, ofisləri var. Bu pula görə danışır. Güya bu xalqa görə danışır. Bu ağzından ölməmək üçün maşenniklik eləyib, güya indi bugün radikal mama müxalifətdir. Danışır. Özü maşennikdir. Lenin sarayının yanında evləri plana düşdü. Anası ilə özü tumanlarının başına keçirdilər ki, partiya rəhbərinin evini sökürlər, hay-huy 1 milyon pul aldı. Sonra da özünə bir dənə işlənmiş bir dənə hazır partiya var idi. Onu aldı, indi də partiya rəhbəridir. Zamanı adamıdır da. İndi oturub orada Natiq Cəfərlidir, budur. Dövlət babadan pul alırlar, müxalifətçilik oynayırlar. Nə gözəl, ailələrini, arvadlarını, analarını xalqın boğazından kəsilmiş pulla dolandırırlar. Özləri etiraf edir ki, biz dövlətdən pul alırıq da. Hardan alacağıq ki? Avropadan alaq. Biz onda vətən xaini olaq. Avropada verən varsa xahiş edirəm dönədə. Tural Abbaslı, sən mənə üçün krasavçiksən. Həmişə sənə tərifləyirəm. Mən üçün o Avropaya kim pul göndərir, onlarla da çala girəm, mənə də versinlər. Lazımdır söymək. Vallahi elə söyüşlər bilirəm ki, qabil, köynəyin belə həzi, ayıbdır söymə. Elə söylərəm. Pulsuz o Əlin Ağayevin adamı vardı. Dostdur bizimlə. Zəng vurub mənə deyir, belə. Bunu demə də, bu musavatı yıxıb sürmə də. Deyirəm, qardaş, kimi yıxım sürüyüm biz? Musavata deymə, bizim adamdır. Xalq cəbhəsinə deymə, bizim adamdır. Qurbana deymə. Deyirəm, pul gedirək, bu, nədir onun adı? Pulun adı, Kapital Bankdır. Hə, valla, Kapital Bankdır. Unibankdır. TV Bankdır Rusiyanın. TV Bankdır. Sonra Albalı kartıdır. Qardaş, bunlara Azərbaycana pul gedir. Azərbaycan. Mən bir Azərbaycanın işte onun adı milli, o necə Bakıda deyirlər, milli qeyrət çəkən oğlu kimi Azərbaycanda üsyan hazırlanır. Onu demək istəyirəm. Əlin Ağayev eşitgirən gözəl insan. Onu eşitgirən. Pul yığırlar orada Kapital Bankda ki, İlham Əliyevi devirsinlər. Əlin Ağayev, gözəl insan. Pul yığırlar. Kapital Banka pul yığırlar. Unibanka, İlham Əliyevin bankına pul cəmaat göndərir.
Bir gündə 90 min evro pul göndəriblər bir